İnşallah əmi, bizim inşallah belə deyək, Azərbaycanda keçirilən Ədalət Faiq Qrupunun keçirdiyi açıq birincilikdə tələbəmiz Malik Sultanın adına döyüşərək birinciliyi qazanıb və birincilik kəmərini qazanıb. Biz istədik ki, bunu sizə təqdim eləyək, siz özünüz təltif eləyəsiniz Maliki. Valla bu bizim üçün böyük bir uğurdur. Müəllim olaraq, Malik müəllim olaraq, ağa müəllim olaraq, yəni Malikin özü içində, hətta tələbəmizin adından Malikdir, müəllimimizin adından Malikdir. Yəni istəyirik siz özünüzü təqdim eləyəsiniz, öz təbriklərinizi deyəsiniz inşallah. Çox sağ olun, Malik balam. Səni birinci yer qalibiyyətinə uğurlar olduğuna görə sizi təbrik edirəm. Sənə bir neçə uğurlar arzu edirəm. Gün o gün olsun ki, dünya birinciliyini qalib olasan, Azərbaycan bayrağımızı bütün dünyada tanıtlasan. Bu da sənin medalındır, bizim Sultanın adına döyüş həsr elədiyinizə görə. Mən sizin müəllimlərə və sənə dərin təşəkkürümü bildirirəm valideynlərinə. Yəni siz bir şəhidin adını yaşatmaqdan ötürü bu addımları atdığa görə oldu. Mən sənə uğurların bol olsun deyirəm. Sənə gözəl, sağlam, bərəkətli ömür nəsib etsin. Sənin timsalına bütün Azərbaycan xalqına. Amin. Müəllimlərinizə də ki, gözəl günlər, xoş günlər, həyatda ən gözəl günləri arzulayıram sizlərə. İnşallah ki, mən belə görürəm ki, siz müəllimlər inşallah ki, gələcəkdə də yeni bir layihələrinizdə bizim bir başqa şəhidlərimizin də belə bir tanınmağında bir addım atarsınız. İnşallah şəhidlərimizin yaşamağına siz də bir vasitə olarsınız. İnşallah. Oğlum buyur. Təbrik edirəm səni. Uğurların bol olsun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin inşallah. Uğurların bol olsun oğlum. Allah qazilərimizə can sağlığı versin. Allah veteranlarımızı qorusun. Amin inşallah. Allah sənə can sağlığı versin. Allah'ımızı qorusun. Çox sağ olun, var olun. Təşəkkür ederim. Var olasın. Maliş balam, uğurların bol olsun. Var ol, başımız olsun. Allah